Əslində indi bu korporativlərin birgə bərabər trend video çəkmələri daha çox viral olur deyə düşünürəm. Videonu görəndə istər-istəməz həmən maraqlı gəlir və mən baxıram o videoya. O videolara baxış daha çoxdur. Necə düşünürsünüz də, misal üçün artıq işlərimizi, ciddi işlərimizi necə belə biraz gülməli, emosional çevirək ki, yəni çünki tək lazım olan yox, lazım olmayanlar da baxsınlar bizim videolara. Bu bir növdə bizim cəmiyyətdən asılı. Çünki cəmiyyətdə insanların psixologiyası necədir? Hamı depressiyadadır. İnsanlar özünü tanımır, öz güvəni yoxdur və bu bizim təsir edir cəmiyyətə, çox təsir edir və görürük ki, videoların izlənməsinə artıq biz baxırıq da, görürük ki, daha çox insanlar komediyaya baxırlar. Artıq biz bilirik ki, deməli bizim cəmiyyət daha çox özünə qapanıb, daha çox belə özü ilə baş-başa qalır və ancaq komediyada özünü tapır ki, mən orada özümü rahatlayıram. Ona görə biz gülməli bəzən də olmalıdır. Biraz da bizdə insanlar düşünür ki, daha ciddi olmalıyıq, biz şirkətik, biz holdingi. Yəni o gülməli video çəkməklə düzdür, müəyyən bariyerləri, müəyyən bir şeyləri qorumaq olar ki, marka zədələnməsin, bununla razıyam. Amma müəyyən qədər gülməli olmalıdır. Yəni bunu bir dəfə tədbirdə Talih Yüzbəyev demiş ki, yəni biz də şirkətlərə gedib böyük holdinqə bizi gördük ki, xahiş edirik, videolar biraz daha belə ciddi olsun. Biz də dedik ki, biz də gülə-gülə dedik ki, necə ciddi ola bilər də? Yəni, axı bir reklam necə bir ciddi ola bilər? Reklamda bir emosiya olmalıdır, bir komediya olmalıdır ki, insanlara maraqlı gəlsin və o maraqdan biz məhsul satmağa çalışaq da. Biraz bizim psixologiyadadır. Yəni, yavaş-yavaş cəmiyyət düzəlsə, yəni düşünərək də. Məsələn, mən rəngli geyəndə insanlar deyir ki, niyə rəngli geyinirsən? Amma əslində rənglər psixologiyası bizi bir növ özümüzü rahatladır. Yəni cəmiyyəti yox. Sadəcə məsələn mən özümü neqativ hiss edəndə, problemlər, stres olanda rənglərə baxıb artıq rahat olaram ki, hər şey yaxşıdır. Və bizim cəmiyyətdə rəngli insanı görəndə insanlar hamı baxır. Niyə? Çünki hamı ağ-qaradadır və özünə baxıb o necə deyək, o stresi keçə bilmir. O rəngdə stresi tapır. Beyin ona deyir ki, o rəngə bax, stres keçəcək də. Ona görə hamı baxır bizdə rəngli. Ona görə bizdə insanlar belə deyək, çalışmalıdırlar, düşünməlidirlər ki, biz biraz onları necə deyək, reklamlarda və yaxud reels videolar çəkəndə biraz emosional və güləriz olsun. Çünki ciddi videolar çəkərək cəmiyyət yenə də izləməyəcək. Çünki onlar, yenə deyirəm, hamı yorğun və əsəbi stresdir və onlar axşam gəlir nəyə baxır? Komediya. Artıq bu bizə bir mesajdır ki, biz də biraz videolarda ona diqqət etməliyik. Gülüş olsun, biraz məzəli olsun, amma əlbəttə yenə də mən həmişə bu söz deyirəm, marka zədələnməsin. Şəxs və yaxud şirkət bunu qorumalıdır ki, mən dəvət etdiyim şəxs kimdir, onu analiz etməliyəm ki, birdən o şəxs hər hansı bir, məsələn, bilmirəm, görmüşdünüz, Qurtlar Vadisi'ndə Ömər Candan vardı, aktyor. O neçə ildə, yəni 10-15 il filmdə çəkildi və hamı onu dindar şəxs kimi tanıyırdı. Və onu bir dəfə spirtli içki qəbulunda görürlər, hansısa bir restoranda və ölkə gündəminə düşdü və adam çıxdı, açıqlama verdi, amma əslində verməyə bilərdi ki, mən aktyoram da, sadəcə orada filmə dəvət etdilər, mən iştirak etdim, amma mən spirtli içki qəbul etməyi sevirəm. Məsələn, sonra Saman yolunda da olmuşdu, o vaxt o 2 dənə var idi, orada da həmən o yaşlı aktyor, o da neçə il Saman yolunda elə bir obrazda oldu ki, yəni dindar insan, içki qəbul etməyən və o hansı ağ paltarda gəldi. Ağ paltarda, hə. Sonra gördü ki, yox, bu da spirtli içki qəbul etmiş. Əslində o seçilən şəxsi araşdırmaq lazım. Çünki sabah kanal da markası zədələndi. Saman yox ki, siz necə adam seçmisiniz? 10 ildir bizi türklər demiş, kazıqlı, bizi allatmısınız. Biz də sizə inanmışıq ki, bu nə qəşəng insandır, dindar insan, amma əslində elə deyil. Çünki insanlar gördüyü şeyə inanır. Yəni biz nə qədər bir insanı tərifləyək, deyəcək, yox, mən filmdə elə görmüşəm. Bir də bizdə olmuşdu, bir xanım aktrisada 3 filmi ard-arda 18 plus kadrlara çəkildi və cəmiyyət onu üzrüstən pozun xanım kimi başladı tanımağa və o da çıxdı açıqlama verir ki, mən belə bir xanım, mən aktrisayam, nə bilim, mən təhsilini almışam, sadəcə iş gətirib ki, mən 3 filmi ardıcıl çəkilmişəm də. Çünki insanlar o görüntüyə allanır ki, mən belə görmüşəm, sizi belə tanıyıram. Ona görə sosial şəbəkə bizdə insanlar ondan çəkinir ki, bəlkə bizim statusumuz zədələnər.